Salam əzizləyicilər, bugünkü mövzumuz KGB stilində olan bağın məhsula otuzdurulması və yaxud da bunu digər öz bağlarınızda lider və yaxud da Qobla sistemində budadıma stilində olan ağaclarında müşahidə edə bilərsiniz. Çünki mövzunu bu şəkildə başlamamıza baxmayaraq dəqiqliklə gedim. Çünki sizin uc vurmalarınız və yaxud da ki Qoblədə və yaxud da ki liderdə əymə bükmələrimizin tam həssaslıqla bara oturmasının səbəbinin başda getməsi sizin bu şəkildə meyvə gözlərinin alınmasına görədir. Və KGB stilində də nəyə görə deyirəm? Birinci 10 sm, ikinci 10 sm və ondan alınan budaqların sayı bizi qane edirsə, biz uc vurmanı bu il yox, növbəti illərdə artıq aparacağıq. Çünki buradan çıxan sürgünlər bizim buranı bara otuzdurmağa sövq eləyəcək. Hətta bəzi hissələrində də müşahidə oluna bilər və buradan çıxan budaq artıq növbəti illərdə budama şəkilləndirməyə gedəcək. Bu birinci çıxan 10 sm-dan, birinci vurulan 10 sm-dan artıq alınandır. İkinci 10 sm vurulub, 15 sm bu şəkildə vurulub buradan. Ancaq bir budağı görsünüz ki saxlanılır və bu da məhsula oturmadır. Məhsula oturma dedikdə nədir? Tumurcuqların şəkərli miqdarının yetərincə olduqdan sonra özünün generativ orqanlarının çoxaldılmağı, yəni nəsil artırılmasının çoxaldılmağa sövq eləməsidir. Bu da bununla əlaqəlidir ki, sırf olaraq nəsil artımı çiçəkdən, meyvədən çıxan tumdan özünü artırmasıdır. Və burada gördüyümüz sırf olaraq ikinci 10 sm-dan vurulan, 15 sm-dan vurulan hissəni vurmayıb saxladığımız və normal KGB dediyimiz hissə artıq burada görsənir və bu da bu şəkildədir. Təpə nöqtədən baxdıqda sırf olaraq yalnızca sağ, sol meyvə gözlərinin ayrılmasıdır. Və yenə də diqqətinizə çatdırıram, bu tipdə olan budaqlar növbəti il üçün hazırlanmalıdır və növbəti ildə alınacaq referansla mı deyim, necə deyim, alınan nəticə ilə mi deyim, artıq bu ölçülür. Diqqətinizə görə təşəkkürlər. Vaxtınızı ayırıb baxdığınıza görə təşəkkür edirəm. Bəyənməyi, takip etməyi unutmayın. Allah'a emanet.